Azərbaycan əməkdar artisti Rəşad Bəxtiyarov vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, bununla bağlı sosial şəbəkələr məlumat yayıb. O uzun sürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Rəşad Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində bir çox rollar oynayıb. O həmçinin Həqiqət İşığında və Bəyaz Həyat telefilmlərində, eləcə də Ata Ocağı serialında da çəkilib. Məşhur pambıq ustası, sosialist əməyi qəhrəmanı Fatma Rıza qızı Hüseynova 86 yaşında vəfat edib. Bu barədə APA TV məlumat yayıb. Onun bugün səhər saatlarında dünyasını dəyişdiyi bildirilib. Qeyd edək ki, Fatma Hüseynova Azərbaycan SSR Ali Sovetinin 9-cu çağırış, 11-ci çağırış, SSR Ali Sovetinin 10-cu çağırış deputatı olub. O 2002-ci ildə prezidentin fərdi təqaüdünə, 2017-ci ildə isə 1-ci dərəcəli əmək orderinə layiq görülüb. Allah hər ikisinə rəhmət eləsin.